Sevginin en bariz nümunesi Leyli Məcnun'da var. En bariz eşkin nümunesi Leyli Məcnun'da var. Ümumiyyətlə iki nəfər sevəndə bir-birin başınızda aranızdan bitmişler. İki nəfər birbirini sevəndə qovuşurlarsa olur xoşbəxtçiliyi. Biri sevir, o biri sevmirsə, o onun dalıyla sürünürsə bu olur eşq. Eşq sözü bitki adıdır. Ərəbistanda səhrada bitir, sarmaşıq kimi bir bitkidir. Yerlə sürünür, harada bir qaya parçası tapır, ona sarılır belə, onu üyüdür qum kimi, sonra yoluna devam edir. Eşq olur. Biri sevir, biri sevmir, bunun adı olur eşq. Ama her ikisi sevib qovuşmursa bu olur əfsanədə. Şu dillərə, əsrlərlə yaşayır, Leyli ilə Leyli Məcnun kimi. Leyli de imkanlı adamın kızı olur. Mecnun da bir imkanlı dövrünün imkanlı kişilerinin oğlu olur. Sevginin saflığına bak. Mecnun'u atası aparır Mekke'ye ziyarete ki belki Leyli adından sağ. Yolda bir tane incə məqam olur. Namaz vaxtı olur. Atası başlayır namazın hazırlığı ki dəst namazın kılsın. Mecnun fürsətten istifadə edir. Atası namaz yanında dodağının altında Leylinin adını sayıqlaya şehir deyir. Atası eşidir, qəzəblənir. Namazı qutarandan sonra yeşi oğlansan, mən sən o boyda ziyarətə aparıram ki, onu unudasan, sən yenə onun adını sayıqlaysan, bir ata sən bir söz deyim, məndən incimə. Buyurdu. Sən Allah'a olan eşqin, mənim Leyli olan eşqindən zəifdir. Atası təəccüblərim niyə? Girməklə bildim, sən namazda mənə eşidmirsən, rabitədə zəif. Gerek insan insanı da sevende, insan Allah'ı da sevende, insan hayatı sevende temenna güdmeden sevsin. İstifadə eləmək çok asan şeydir. Ne var istifadə eləməyə? Qəlbə girmək asan şeydir. İki dənə sənə elə yaxşılıq eləyərəm, kilib oturarım ürəyimdə, qoymarsan çıxım oradan sonra. Ama elə adamlar da var, salırsan qəlbimə, sən onu sevirsən. O sevgiden sui istifadə edir, oyun çıxardır orada. Çıxarda da bilmirsən, axı ürək oyuncaqdır. Bir fəlsəfi söhbət var, bir gün Şamla kibrit dərdləşir. Şam kibritə deyir, mən səndən qorxuram. Niyə deyirsən, mənə alışdırırsan, yandırırsan. Kibrit deyir, zaten mənim işim alışdırmaqdır. Sən içindəki safdan qoxsa ərdən odur. Bizi məhv eləyən, yaman günə qoyan, qəlbimizə saldığımız yanlış insanlardır. Düz insanlar yox. Düz insanın ama hiç bir pisliği kesmez. Allah size saf sevgiler kısmet eləsin. Saf eşq kısmet eləsin. Saf sevilmək kısmet eləsin. Yalandan yok. Yalandan da var. Bu gün çok rahatlaşım. 3 saniye ses atırlar. Aşkım, canım, balam. 3-4 tane söz var. Başka söz yoktur. 95%'de hiçbirinde səmimiyyət yoktur. Hiçbirinde. Böyük təsir üstüne diləmiş. Ona göre üzr istəyirəm, oradan gəldik çıxdıq burayla. Ben o mahnı yazanda da yazmışam oradaki. Gedirsensin gelin ama tez-tez gedib qayıdma. Tez-tez küsüb barışmayın. Onda adiləşir hər şey.